bir anlıq qorxmazlıq bir ömür şərəfdən üstündür deyirik. Bu sözlər vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın şücaətini ifadə edir. Həmin qəhrəmanlardan biri də Bayram Mirzaoğlu İmanovdur. Bayram İmanov 1996-cı il fevralın 5-də Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya göz açıb. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında ali təhsil alıb. Azərbaycan ordusunun əskəri olan Bayram İmanov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanılan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Bayram İmanov noyabrın 10-da Şuşa istiqamətində şəhid olub və 12 noyabr Salyan rayon Qaraçala qəsəbəsində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Bayram İmanov ölümündən sonra vətən uğrunda medalı ilə təltif edildi. Bundan başqa o, Şuşanın azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, cəsur döyüşçü və vətənə xidmətə görə ordeni ilə təltif edildi. Qəhrəmanlar unudulmur. Onların ruhu vətənin hər qarış torpağında yaşayır.